Cəmiyyəti elə bil ki, Azərbaycan hakimiyyəti elə bil ki, özünü cəmiyyətdən təcrid edibdir. Cəmiyyət ayrıdır, hakimiyyət ayrıdır. Elə ki, sizin dediyiniz kimi, qanunlar da onlara aid deyil. Qanunlar da, məsəl üçün, əhaliyə aiddir. Məsələn, bu quru sərhədlərinin bağlı saxlanması. Quru sərhədlərindən əgər, məsələn, deyək ki, dövlət məmurları keçmək istəyirlərsə, onlara bir problem varmı? Keçirlər. Heç bir problem yoxdur. Heç bir problem yoxdur. Hətta yük daşımaları iri bizneslə məşğul olan, deməli, oliqarxlar, digərləri, onların avtomobilləri ilə avtomobillərinin quru yolla gəlməsinə bir problem varmı? Heç bir problem. Məsələn, deyək ki, Gürcüstandan tutaq ki, məsələn, kartof gətirirdilər, Qazaxda satırdılar. Qiymət fərqi vardı. Məsələn, Gürcüstandan pomidor gətirirdilər, Balakəndə satırdılar və ya əksinə pomidoru aparırdılar, Gürcüstanda satırdılar. Qiymət fərqi vardı. Oradan da o. İndi o 5 kilo aparmaq olmaz, 10 kilo aparmaq olmaz. Gürcüstandan 10 kilo mandarin gətirə bilməz Qazaxın vətəndaşı, sakini. Məsələn, bir blok sigareti Gürcüstandan gətirib Azərbaycanda və yaxud Azərbaycandan aparıb Gürcüstanda sata bilməz. Amma o sigaret indi tırla gəlir, o mandarin tırla gəlir. Yəni 100 ton gətirmək olar, amma 10 kilo gətirmək olmaz və bu vətəndaşın dolanışığına zərbə vurur. Bütün dünyada, xüsusilə belə deyək ki, qiymət fərqləri olan bir ölkələrin sərhəd bölgələrində yaşayan adamlar bu sərhəddə olan qiymət fərqləri hesabına bir qədər öz güzəranlarını yaxşılaşdırırlar. Məsələn, İranla Azərbaycanın sərhəddini götürək. Bizim cənub bölgəsində yaşayan insanlarımız İrana gedirdilər. Oradan, məsələn, düyü ucuzdu, alırdılar. Məsələn, müəyyən ərzaq məhsulları ucuzdu, alırdılar, gətirirdilər. Birazından özləri istifadə eləyirdi. Birazını bir 3 kilonu, 5 kilonu satırdılar. Onun qiymət fərqindən bunlara bir 15 manat, 20 manat pul qalırdı. Ona gedirdilər, bir uşağına dəftər alırdılar, kitab alırdılar, çanta alırdılar, nə bilim, corab alırdılar. İndi bunun da qarşısı alınıbdır. Buna da imkan verilmir. Və ya məsələn, deyək ki, şimal bölgəsində, bu Xaçmaz, Qusar, bu tərəflərdə gedirdilər, məsələn, elə Həştərxanda bu balıq məhsulları falan ucuzdur, onları gətirirdilər. Həm özləri istifadə edirdilər, həm yüngülvarı indi tək ki, bir 10 kilo, 5 kilo onsuz artıq gətirməyə o vaxtda da icazə verilmirdi. Bunu da satırdılar, bu da yol pullarını çıxarırdılar, belə bir bunların dolanışığına müsbət təsir göstərirdi. Və ya məsələn, elektrotexnika Rusiyada Azərbaycana nisbətən ucuzdur, gedib oradan alırdılar, televizordur, soyuducudur, belə şeyləri, kompüterdir, alırdılar, gətirirdilər, istifadə edirdilər. Yəni, bunların hamısının qarşısı alınıbdır. Yəni, baxın, belə qlobal yanaşsaq, Balakən, Biləsuvar, Astara, Naxçıvanda düzdür, quru sərhəddə açıldı, indi bilmirəm orada vəziyyət necədir. Yalama postu, bunların bağlı olması, görün, hesablasaq bəlkə də 10 minlərdir, bəlkə də 100 minlərdir